Əziz həmvətənlər, dəyərli Azərbaycan xalqı, bildiyiniz kimi dekabrın 24-ü, yəni sabah, Müzəffər Ali Başkomandan cənab Prezident İlham Əliyevin doğum günüdür. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti olaraq, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri olaraq, öz növbəmdə mən cənab Prezidenti ürəkdən təbrik edirəm. Və eyni zamanda demək istəyirəm ki, mən həyatımın 30 ilindən artıq demək olar ki, cənab Prezidentin siyasətinə, Ulu Öndərin müqəddəs ideyalarına sərf edən bir ictimai fəal kimi, ictimai təşkilat rəhbəri kimi bildirmək istəyirəm ki, cənab Prezident, biz sizə ömrü boyu borcluyuq. Siz bizim üzərimizdə olan böyük ləkəni götürdünüz. Siz bizə 500 illik tariximizdə yaşamadığımız bir tarixi yaşatdınız. Siz bizə Azərbaycanlı olmağımızdan qürur duymağı bizə öz müzəffər qələbənizlə bizə bəxş etdiniz. Bəlkə də çox sözlər deyərdim, ancaq cənab Prezident, siz elə bir şəxsiyyətsiniz, elə bir dahisiniz ki, elə bir sərkərdəsiniz ki, sizə söz tapıb nəyisə ifadə etmək də çətinlik çəkirəm. Cənab Prezident, mən 1986-87-ci illərdə Moskvada olduğum, oxuduğum, təhsil aldığım illəri xatırlayaraq mən sizə demək istəyirəm ki, həqiqətən də Azərbaycan xalqına layiq bir insansınız. Həqiqətən siz Azərbaycan xalqının fəxrisiniz. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin müqəddəs ideyalarını yüksək səviyyədə həyata keçirən bir şəxsiyyətsiniz. Azərbaycan xalqının tarixində Azərbaycana etdiyiniz xidmətlər danılmazdır. Sizə uzun ömür, can sağlığı arzulayıram, cənab Prezident. Sizi Allahın ən mükafatlanmış bir insanı kimi, sizi sevən bir insan kimi mən sadəcə baş əyirəm qarşınızda, sizə hörmət və ehtiramımı bildirirəm. Və inanıram ki, hələ bir çox 10 illiklər siz Azərbaycan xalqına rəhbərlik edəcəksiniz, xalqının dövlətinə rəhbərlik edəcəksiniz və bu rəhbərlik etdiyiniz dövrdə xalqımız daha gözəl günlərə, daha gözəl linklərə imza atacaq. Ona görə də bir daha sizi təbrik edirəm, sizin ailənizi təbrik edirəm. Ne yaxşı ki varsınız, cənab Prezident. Allah sizi qorusun, Allah sizi qorusun.